avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası qaydalarına dəyişiklik edilib. Yeni qaydalara əsasən hazırda tətbiq olunan bonus-malus sistemi ləğv edilir və fərdi məsuliyyətə əsaslanan sığorta tarixçəsi əmsalı tətbiq olunur. Yeni tətbiq olunan sığorta tarixçəsi əmsalı sisteminə əsasən yol nəqliyyat hadisələri ilə bağlı sığorta tarixçəsinə təsir edən nəticələr artıq avtomobil sahibi və ya sığorta müqaviləsini bağlayan şəxslə deyil, birbaşa nəqliyyat vasitəsini faktiki idarə edən sürücü ilə əlaqələndirilir. Məsələn, Əhməd avtomobilin sahibidir, lakin avtomobili Murad idarə edir. Əgər yol nəqliyyat hadisəsi baş verərsə, bu zaman əlavələr Əhmədin deyil, məhz avtomobili idarə edən Muradın sığorta tarixçəsi əmsallarına tətbiq ediləcək. Beləliklə, avtomobilin kimə məxsus olmasından və ya sığorta müqaviləsinin kimin adına bağlanmasından asılı olmayaraq, məsuliyyət birbaşa sürücünün üzərində olur və hər bir sürücünün fərdi davranışı onun gələcək sığorta şərtlərinə təsir göstərir. Həmçinin, yeni sistemdə bonus-malus modelində mövcud olan mürəkkəb sinif və kateqoriyalar ləğv edilərək daha sadə faiz mexanizmi tətbiq olunacaq. Məsələn, sığortalı qəza törətməzsə, onun sığorta tarixçəsi yaxşılaşacaq və hər qəzasız 275 sığortalı günə görə 5% endirim əldə edə biləcək. Əksinə, qəza törədəcəyi halda bu onun sığorta tarixçəsinə təsir edəcək və hər hadisəyə görə onun sığorta tarixçəsi əmsalına 30% əlavə tətbiq ediləcək. Əvvəllər nəqliyyat vasitəsini idarə edən şəxslərin sayı birdən artıq olduqda, tətbiq edilən 1,15 risk əmsalı indi nəqliyyat vasitəsini sahibi ilə birlikdə idarə edənlərin sayı 5 və daha çox olduqda tətbiq edilir. Bir avtomobil bir neçə şəxs tərəfindən idarə olunursa, sığorta haqqı hesablanarkən bütün sürücülərin sığorta tarixçələri nəzərə alınır. Hüquqi şəxslərə gəlincə, onlar sığorta müqaviləsi bağladıqda sığorta tarixçəsi əmsalı sabit olaraq bir əmsal saxlanılır. Lakin avtomobil taksi fəaliyyətində istifadə olunursa, bu halda hüquqi şəxsin də sığorta tarixçəsi formalaşır və qəza olub-olmamasından asılı olaraq həmin əmsala güzəşt və ya əlavə tətbiq edilir. Yeni modelin əsas üstünlüklərindən biri sığorta tarixçəsinin birbaşa şəxslə əlaqələndirilməsidir. Bu isə sistemdə şəffaflığın artmasına və risklərin daha dəqiq qiymətləndirilməsinə imkan yaradır.